İnandırım sizi, biz də bir dəfə Allaha söz versək ki, bax Rəcəb ayı daxil olanda ki, mən sənə ciddi söz verirəm. Özünə söykənib yox. Elə öz rəhmətinə sığınıb söz verirəm ki, mən dəyişəcəm. Sözündə düzlük görsə, necə peyğəmbərləri, imamları seçir, Rəcəb ayının birinci gecəsi səni də seçəcək və səni arxain eləyəcək. Və sən elə bir mərhələyə çatacaqsan ki, o arxainlıqdan azğınlaşmayasan. Bircə dəfə ona ümid eləyib, ona arxalanıb, söz versə ki, bax mən də qutardım, düzəldim mən. Amma ciddi desə, Allah mələklərinə deyəcək ki, bu düz deyir. Bu düz deyir. Bunun aqibətindən özü xəbərdar olacaq. Hansısa yolundan xəbərdar olacaq. Ona görə də bizim ümidsiz olmağa haqqımız yoxdur. Nə millətimiz haqqında bədbin olmağa haqqımız yoxdur. Müsəlman düzələn deyil, biz bugündəyik filan. Bu şeylər hamısı şeytanın vəsvəsəsidir. Biz düzəlmişik, düzəlmə yolundayıq. Bizdən asılıdır, bizim iradəmizdən asılıdır. Biz Allaha sığınaraq boynumuza düşən işləri görsək, biz dünyanın ən öndə gedən nümunəvi xalqına çevrilə bilərik. Bu inam toxumlarını Allah özü səpir qəlblərdə və həm mənəvi, həm ictimai, hər baxımdan bu inkişaf ümidi insanda olmalıdır. Bu boş ümid deyil. Bu tutarlı ümiddir, dəlillə, sübuta əsaslanan ümiddir. Allah bu ümidi qəlbimizdən çıxartmasın inşallah.